8 noyabr Zəfər günü və 9 noyabr Azərbaycan Respublikasının Bayraq günü münasibəti ilə Toronto şəhərində təntənəli tədbir keçirildi. Tədbir Vətən İncəsənət Mədəniyyət Mərkəzinin və Azərbaycan evinin təşkilatçılığı ilə baş tutdu. Welcome to our event. Azərbaycan və Kanada himnləri ilə başlayan tədbirdə ilk olaraq Vətən İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova çıxış edərək rəsmi qonaqları təqdim etdi. It's my pleasure to see each of you sharing your thunder with us and our joy today. Daha sonra Səhiyyə Nazirinin müavini Michael Tibolo, Türkiyənin Torontodakı konsulu Can Yoldaş, Markham şəhərinin 8-ci Palata Şurasının üzvü İsa Lee, 6-cı Palata müşaviri Amanda Yankalucci çıxış edərək Azərbaycan icmasını bayramlar münasibəti ilə təbrik etdilər və uğurlar arzuladılar. I can tell you that for me, one of the most important things being responsible for mental health and addictions. I wholeheartedly congratulate all Azerbaijani brothers and sisters on the occasion of the Victory Day. Mayor Frank's committee and members of Markham City Council extend appreciation to the State Committee on work with Diaspora of the Republic of Azerbaijan. So I just wanted to say happy Victoria Day and very, very great celebration, and thank you very much for having myself and also Councilor Isa Lee to celebrate with you as well. So thank you very much. Congratulations. Azərbaycan evində fəaliyyət göstərən Mənim Azərbaycanım həftə sonu məktəbinin baş müəllimi Gülnar Nəsirova Zəfərə gedən yol haqqında tədbir iştirakçılarına danışdı. Qələbənin sorağını gözləyirdik, gör, haçandı, qoy bütün dünya bilsin. Qarabağ Azərbaycandır. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında bir kərə yüksələn bayraq filmi nümayiş etdirildi. Tədbirin bədii hissəsi Əli Heydər Mirzəbəyovun rəhbərliyi ilə Azərbaycan musiqi qrupunun mahnıları ilə başladı. Yenə söhbət açıb ilk baharımdan, nəğməm ilə bir də keçməz diyarımdan. Ləhər muğan özün bilməsin, şivan özün gəldikcə Azərbaycan. Cəhilləri şəfadır, gərgənə səfadır, hər yanı gecə Azərbaycan. Azərbaycan Respublikasının xalq artisti Həsən Anami, Təbriz musiqi və rəqs ansamblı Polad Kaşev və Şervin Şatburun ifaları qonaqlar tərəfindən alqışlarla qarşılandı. Bugün biz çox şərəfli bir günü qeyd edirik. Azərbaycanın demək Qarabağda demək qələbəsini qeyd edirik. Biz gərək bütün evlatlarımızı milli ruhda böyüdək, harda yaşamağına baxmayaraq onlar gərək Azərbaycanlı olduqlarından fəxr eləsinlər.
İslamovun rəhbərliyi ilə Azərbaycan evinin uşaq rəqs qrupunun ifasında qaval rəqsi, sarı gəlin, yaşa Azərbaycan rəqsləri tədbirə xüsusi rəng qatdı. Today was an amazing event that was organized, and all Azeri people came together to celebrate the Victory Day, the flag raising day. It was truly amazing with all the performances and the dancing and the singing and great food. I want to congratulate all the Azerbaijani people around the world. Such a big day for all Azerbaijani people around the world. Torontoda belə tədbirlərin olması çox əhəmiyyətlidir və bugün də çox möhtəşəm bir tədbir keçirildi və mən bu dəyərli günü, zəfər gününü, bayraq gününü bütün dünyanın başında yaşayan xalqımıza təbrik edirəm. Tədbirin sonunda qonaqlar Torontoda yerləşən Old Avenue restoranı tərəfindən Azərbaycan təamları dadmağa dəvət edildilər. Bütün xalqımızı, soydaşlarımızı Azərbaycan evi adından Zəfər Bayramı günü münasibətilə və Bayraq günü münasibətilə təbrik edirəm. Bu tədbirə qoşulan bütün soydaşlarımızı çox sağ ol deyirik və bir daha hamınızın bayramınızı təbrik edirəm. Elçin Muxtarov, Şəfa Həsənova, Səbuhi Novruzov, Omni Televiziyası, Azərbaycanca.